Salam, kublar mövzusundan 41-dən 83-ə qədər olan testlərin izahlarına baxırıq. 1-dən 40-a qədər olan testlərdə kubların fırlanması ilə bağlı suallara və eyni zamanda kubun bir açıq formasından bağlı formaya keçidlə əlaqədar olan suallardan işləmişdik. 41-dən sonrakı testlərdə isə artıq kubun bağlı forması verilib, digər bir açıq forması soruşulur və yaxud da ki, bağlı forma verilir. Digər bir bağlı forma soruşulur. Bağlı forması verilib, daha doğrusu açıq forması verilir. Digər bir açıq formasını tapmaq bizdən tələb olunurdu. İlk öncə kubun bağlı formasından açıq formaya keçid ilə bağlı suallara baxaq. Məsəl üçün 40-dan 40, 41, 42 saylı suallar bu tipdədir. Kubun bizə 3 dənə bağlı forması verilib yuxarıda. Deyir ki, 3 bağlı formaya əsasən kubun açılış variantını tap. Biz də baxırıq kublarda. Bağlı formada aydındır ki, eyni bir təpəyə birləşən üzlər qonşu üzlər hesab olunur. Yəni, onlar bir-birlə əks olan üzlər deyil. Yuxarıda hansı üzlər arasında ki, qonşuluq münasibəti var, kubun qapalı formasından açıq formaya keçiddə də həmin üzlər arasında qonşu münasibət olacaq. Hansı üzlər ki, bağlı formada qarşıdırsa, açıq formada da həmin üzlər arasında əks əlaqə, yəni qarşı üzlər münasibəti olmuş olacaqdır. Məsələn, baxıram birinci şəkildə, görürəm ki, həm bu plus işarəsi, həm kvadrat, həm də düz xətt bir-birlə qonşu olan üzlərdir. Daha sonra ikinci şəkildəki kimi x-dir, dairədir, düz xəttdir, bunlar bir-birlə qonşudur. Daha sonra bu üstəgəl olan işarəsi, kvadrat və düz xətt bir-biri ilə qonşuluq münasibətindədirlər. İndi variantlara nəzər yetiririk və görürük ki, məsələn, A variantında heç bu düz xətt yoxdur. Həmçinin də ki, D variantında həmin düz xətt yoxdur. Ona görə bu variantları atırıq. Daha sonra keçək nəyə? Məsələn, baxıram Y variantına. Y variantında bu üstəgəl olan üzlə bu düz xətt olan üz bir-birinin qarşı üzü formasında verilib. Axı, mən həmin üzləri yuxarıda bir təpəyə birləşən üz kimi gördük. Yəni, bir təpəyə birləşibsə qonşu üzlərdir, amma burada qarşı üz formasında verib. Ona görə Y variantı yanlışdır. B və C variantı arasında qalırıq. Burada isə qarşı üzlərlə bağlı çıxacağımız bir variant yoxdur. İndi orientasiyaya baxaq. Məsələn, baxırıq ki, burada bu formanı yaratmağa çalışaq. Məsələn, x, dairə və düz xətt. Düz xətt yuxarıdadır. Onu aşağıya doğru çevirsək, gəlib bu vəziyyətdə düşəcək. Orientasiyaya baxsam, düz xətt, dairə və x. Burada heç bir problem yoxdur. İndi buradan baxıram ki, düz xətt həmin hissəyə ikinci variantda baxıram. Yəni, B variantında baxanda düz xətt gəlir, sonra x gəlir, sonra dairə gəlir. Bizdə necə olmalı idi? Düz xətt, dairə və x. Orientasiya deməli B variantında pozulub. Düz xətt, x, dairə olub. Ona görə B variantı da yanlış çıxır və C variantında heç bir problem yoxdur, doğrudur. Bununla bağlı, məsəl üçün, 41-ci suala da baxaq. Yenə də 3 dənə bağlı forma verilib. Yuxarıda gördüyümüz bütün üzlər, yəni bir təpəyə birləşən üzlər qonşu üzlərdir, qarşı üzlər deyil. Variantlara keçid edirəm. Nəzər yetirsək, görərik ki, bu qara kvadratla x olan üzü A variantında qarşı üzlər kimi verib. Ancaq mən o həmin üzləri bir təpəyə birləşən üzlər kimi görürəm. Yəni, onlar qonşu üzlərdir əslində. A variantında qarşı üz kimi verilib deyə A yanlışdır. B variantında da həmçinin eyni səhvdir. X üzü və kvadrat olan, qara kvadrat olan üz bir-biri ilə qonşu üzdür, amma variantda qarşı üz kimi verilib. B də gedir. C variantında nəyə fikir veririk? Bu qarşı üzlər varmı, yoxmu? İlk öncə ona baxaq. A variantında x və C variantında x və dairə. Yuxarıda da baxıram ki, qarşı üzlər ola bilər. Çünki yuxarıda qonşuluq münasibətində verilməyib. Lakin burada baxsaq, pəncərə formasında olan üz və ağ kvadrat olan üz bir-biri ilə qarşı formada verilib. Ancaq ikinci şəkildə onları qonşu vəziyyətdə görürük biz. Bu səbəbdən C variantı da yanlışdır. Digər tərəfdən baxaq növbətiyə. D variantına. D variantında
Bu ikisi burada qarşı üzdür və yuxarıda da görmürük onları. Qara kvadratla qara dairə. Burada heç bir problem yoxdur. Daha sonra x və ağ kvadrat. Burada bir problem yoxdur. Baxaq Y variantına. Y variantında nəzər yetirsək, görərik ki, ağ kvadrat və qara dairəni qarşı üz kimi verib. Ancaq birinci şəkildə baxıram ki, ağ kvadrat və qara dairə bir-biri ilə qonşuluq münasibətindədir. Bu səbəbdən də Y variantında bu üzlər qarşı üzlər ola bilməz. Y variantı çıxır. Doğru olan variantımız məhz D variantıdır ki, orada heç bir problem görmədik. Deməli, nə etməliyik? Yuxarıda verilən vəziyyəti nəzərə almalı və orada hansı üzlər arasında qonşuluq münasibəti varsa, aşağıdakı açılış formasında da, kubun açılış formasında da həmin üzlər arasındakı qonşuluq münasibəti öz əksini tapmalıdır və eyni zamanda üzlərin dayanma vəziyyəti də uyğun olmalıdır. Daha sonra bir dənə bağlı forma verilir və onun bizdən açıq formasını soruşur. Burada da üzlərin dayanma vəziyyəti bizim üçün çox önəmlidir. Məsəl üçün, bu şəkilə nəzər yetirəndə görürəm ki, burada belə bu formada verilmiş üzün ağ hissəsi qara kvadrata baxır. A variantında görürəm ki, onun qara hissəsi qara kvadrata baxır. A variantı bu səbəbdən yanlışdır. Ümumiyyətlə, Y variantında bu iki üzü bir-biri ilə qarşı üz formasında verib. Ona görə Y yanlışdır. Axı bizim şəklimizdə olan üzlər bir-biri ilə qonşu olan üzlərdir. Qarşı üzlər deyil. Bu səbəbdən Y getdi. Eyni zamanda C'də həm düzgün açılış hesab etmək olmaz bunu, həm də ki, bu kvadratı bir dənə aşağı fırlatsaq, aşağı fırladıb salsaq, bu gəlib bu üzlə qarşı üz kimi çıxır. Bu səbəbdən C variantı da yanlış olur. Qaldıq B və D variantı arasında. B və C variantı arasında yenidən bunun pəncərə ilə olan münasibətinə baxsaq, bu bir hissəsi ağ, bir hissəsi qara olan kəpənək formasında deyək, bu fiqur qara olan hissəsi pəncərənin ağ hissəsinə baxır. Amma bunun qara olan hissəsi pəncərənin düz xəttinə baxır. Burada isə tamamilə ağ hissəsinə baxırdı. Dayanma vəziyyəti fərqlidir. Ona görə B yanlışdır və doğru cavab olur D variantı. Bununla bağlı məsələn baxaq 44-cü suala. 44-cü sualda yenidən X pəncərə və qara olan üzlərə baxıram. Bu üçlü kombinasiyanı A variantında yaratmaq istəyirəmsə, pəncərəni aşağı doğru fırladıram. Gəlin orientasiyanı yoxlayaq. Qara, pəncərə və X. Bəs öz fiqurumuzda necə idi? Qara idi, X idi, sonra pəncərə. Qara, X olan üz, bir də nədir? Pəncərə üz. A variantında isə qara pəncərə sonra X oldu. A variantı yanlışdır. Daha sonra bu üzləri burada qarşı üzlər formasında verib yuxarıda qonşudur. Ona görə B yanlışdır. Üçüncü üçün yoxlayıram. Qaradan başlayıram. Sonra X gəlir, sonra pəncərə. Heç bir problem yoxdur. C variantı tamamilə doğrudur. D variantına nəzər yetirsək, görərik ki, qara gəlir, sonra pəncərə gəlir, daha sonra X gəlir. Orientasiya pozulub. Y variantında qara gəlir, pəncərə gəlir, X gəlir. Yenə də nə oldu? Orientasiya pozuldu. Bu səbəbdən də bütün variantlar yanlış, bir dənə C variantı doğru olmuş oldu. Yəni 3 dənə variantımız orientasiyaya görə səhv oldu. B variantı da qarşı üzlərə görə səhv oldu. Baxaq 45-ə məsələn. Yenə üzlərin dayanma vəziyyətinə nəzər salsaq, görürük ki, bu üz bir-biri ilə qarşı üz verilib. Lakin görürəm ki, o üç üzün hər biri bir-birinə qonşu olan üzdür. Ona görə D variantı gedir. Həmçinin burada bu iki üz bir-biri ilə qarşı üz formasında verilib. Bu da gedir. Üzlərin bir-biri ilə dayanma vəziyyətinə baxsaq, görərik ki, üçbucağın bu təpə olan hissəsi düzbucaqlıya doğru baxır. Ancaq mən burada görürüm ki, üçbucağın təpə hissəsi ümumiyyətlə üçbucaqla düzbucaqlı bir-birinə paraleldirlər. Ona görə A variantı gedir. Burada isə tərsinədir. Əslində, üçbucaq bu formada olmuş olsaydı, tamamilə düzgün olardı. Təpə hissəsi düzbucaqlıya doğru baxmalıydı. Ona görə B variantı yanlış oldu. C variantı isə tamamilə doğrudur. Həm gəlin orientasiyanı yoxlayaq. Üçbucaq, kiçik üçbucaq, düzbucaqlı. Böyük üçbucaq, kiçik üçbucaq, düzbucaqlı. Həm də üçbucağın təpə hissəsi, bu şiş hissəsi düzbucaqlıya doğru baxır. Bu səbəbdən doğru cavab C variantı olmuş olacaqdır.
46-da düzgün açılış soruşulur bizdən. TFA verilib. Biz buradan görürük ki, yəni bu kubun təsvir etsək əslində bu formada görə bilərik. F gəlir, sonra F-in üzərində T gəlir, T-nin də yanında A gəlir. Bu 300 kimi təsvir etsək. A-nı yuxarıda yazsaq belədir. A-nı F-in yanında görmək istəsək, təbii ki, bu formada olacaq. İndi variantlara baxaq. T-nin yanında A düz dayanıb, amma A-nın altındakı F-in, A ilə F-in dayanma vəziyyəti elədirmi? Xeyr, A-nın aşağısı F-in içərisinə baxır, amma birincidə A-nın aşağısı F-in başına baxır. Birinci yanlışdır, ona görə də variantlarımızdan biri atırıq. İkinciyə baxıram. Görürəm ki, A-nın aşağısı F-in içərisinə baxır, düzdür. T ilə də A nədir? Bir-birinə yan-yanadır. T ilə A da bir-birinə yan-yanadır. Ona görə 2 düzdür. Üçüncü də A çox aralıdadır. Ona görə A-nı gətirək yuxarı. A-nı bir dəfə yuxarıya doğru fırlatsam, ağzı yuxarı baxacaq. Sonra bir dəfə də fırlatsaq, içəriyə doğru baxacaq. Bir dəfə də T-nin yanına gətirsək, A normal A formasında olacaq. Həqiqətən də bu quruluş düzgündürmü? T altında F, yanında da A. Tamamilə düzgün bir quruluşdur. Bu səbəbdən də 3 doğru olacaq. Dördüncüyə keçirik. Dördüncüdə F bu tərəfdədir. F-i buradan qoparıb gətirirəm T-nin altına. Olduğu kimi gələcək. T ilə F-in dayanma vəziyyəti belə deyil idi axı. T-nin aşağısı çubuq hissəsi F-in baş hissəsinə baxırdı. Amma bu şəklə görə T-nin aşağısı F-in aşağısına baxır. Deməli 4 yanlışdır. 5 isə doğru olacaq. 5-in də doğruluğunu yoxlayaq. Görürəm ki, F yuxarıdadır. F-i bir dəfə fırladıb gətirirəm bura. F fırlananda normal bu şəkildə dayanacaq. Daha sonra bir dəfə də fırladıb gətirsək A-nın altında F hansı vəziyyətdə olacaq? F-in içərisi A-nın aşağısına baxacaq. Gəlin üzlərin dayanma vəziyyətini yuxarıdakı ilə müqayisə eləyək. T ilə A düzdür. T ilə A baxın bir-birinə paralel formadadır. A-nın altında F-ə baxaq. A-nın iç hissəsi F-in iç hissəsinə baxır. Yəni A-nın aşağısı F-in iç hissəsinə baxır. Tamamilə düzgündür. T-nin altı F-in başına baxır. Bu da düzgündür. 5 də tamamilə doğrudur. Deməli düzgün olanlar 2, 3 və 5 olmuş oldu. Daha sonra keçirək 48-dən sonraki test tapşırıqlarında isə kubun bir dənə açıq forması verilib və digər açıq formasını tapmaq bizdən tələb olunur. Bu zaman nə etməliyik? Baxırıq ki, üzlər arasında hansı münasibət varsa, variantlardakı üzlər arasında da eyni üzlər arasında həmin münasibət olacaq. Məsələn, açıq formada mən görürəm ki, kvadrat və tək nöqtə olan üz bir-biri ilə qarşı üzdür. Daha sonra 4 nöqtə ilə dairə bir-biri ilə qarşıdır. Həmçinin ulduzla da 2 nöqtə bir-biri ilə qarşı olan üzlərdir. Və variantlarda da həmin üzlər qarşı üzlər formasında olmalıdır. Qonşu üzlər kimi versə, o variant yanlış olacaq. Məsələn, baxıram A-da. A-da görürük ki, bu normal 1-4-1 açılışı deyil. Gəlin onu 1-4-1 açılışına tamamlayaq. El olanda üzlərin hansının qarşı, qonşu olduğunu görmək daha rahat olur. Bu formada gəldi. Artıq bu tərəfdən silinir 2. 2-ni bu tərəfdən silə bilərik. 2 düşdü aşağı və 1-4-1 forması tamamlandı. İndi yoxlayaq görək, hansı üzlər arasındakı qarşılıq münasibəti ödənirmi? Ulduzun qarşısında olan üzü dairə verib. Axı ulduzun qarşısı dairə deyil idi. Ulduzun qarşısı 2 yazılan üz idi. Bu səbəbdən A variantı yanlışdır. B-də 4 və ağ dairəni qarşı üz kimi verib. Axı o 4 nöqtə ilə ağ dairə yuxarı da qarşı üzü idi. Digərinə baxıram. Bu kvadratla ağ dairə, tək dairə deyək də, tək nöqtə. Onlar yuxarı da qarşı üzü idi. Bəli, burada da. Sonra da görürük ki, burada da bu ikisi nədir? Qarşı üzlərdir. Qarşı üzlərdə heç bir problem yoxdur. Bəs dayanma vəziyyəti? Dayanma vəziyyətinə baxaq. Yuxarıda
Dairənin ulduzun üzərində bu nöqtə bu vəziyyətdə dayanıb. Gətirək görək o nöqtə ulduzun üzərində burada da elə dayanacaq. Bu nöqtə indi burdadır. Bir dəfə tutub fırladanda nöqtə gəlib sağ tərəfə düşür. Üçbucaq və nöqtənin dayanma vəziyyəti bu formada, daha doğrusu ulduz və nöqtənin dayanma vəziyyəti bu formadadır. Ancaq yuxarıda o nöqtə ulduzdan aralıda idi. Ona görə də B variantı yanlışdır. Sonra qarşı üzlərə görə bu C variantı yanlış olacaq. Çünki ulduzun qarşısı dairə deyil. Bunu da atdıq getdi. D variantında da həmçinin eyni səhvdir. Bu kvadrat olan üzlə əslində tək nöqtə qarşı olmalıydı. Amma gətirib bunun qarşısını 2 verib. D də yanlışdır bu səbəbdən. Y variantı isə tamamilə doğrudur. Heç bir problem yoxdur. Ona görə doğru cavab olur məhz Y variantı. 49'da yenə 2-2-2 formasında verilən üzdür, yəni bir kub açılışıdır. Onu normal 1-4-1 halına bərpa etmək mümkündür. Nə etmək lazımdır? Bu kvadratı yuxarıdan tutub aşağıya sürüşdürürük. Onda kvadrat gəlir bura. Sonra isə buradakı üçbucağı fırladıb gətiririk bura. Üçbucaq bura fırlanıb gələndə nə baş verəcək? Buradan tuturuq, fırladırıq. Onda üçbucağın təpə hissəsi bu dairəyə doğru baxacaq. Onda aşağıdakı hissələri buradan silə bilərik. Bu üçbucaq hissəni silək. Yuxarıda da bu kvadrat hissəni silək. Sildik. Normal 1-4-1 vəziyyətidir. İndi variantlarla yoxlayaq. İlk öncə qarşı üzlərə fikir verək ki, qara üçbucaq və ağ kvadrat qarşıdır. Ağ üçbucaqla qara dairə qarşıdır. Ağ dairə ilə də qara kvadrat qarşı üzlərdir. A variantında yoxlayıram ki, ağ dairə bununla bu qarşı üzdür doğrudur. Ağ dairə ilə qara kvadrat tamamilə düzgündür. Və qara dairə ilə də ağ üçbucaq bu da düzgündür. Gəlin bu ağ üçbucağı fırladaq bura. Bu vəziyyətə düşəcək. İndi bunun doğruluğunu yoxlayaq. Buradakı ağ üçbucağı düşürdük aşağı. Buradan silindi. 1-4-1 vəziyyətinə bərpa edirik sadəcə. Bu uyğunluğu görməyə çalışırıq ki, onlar arasında hansı dayanma vəziyyəti var, hansı qarşılıqlı münasibət var. Yoxlayaq. Deməli, ağ üçbucaq, kvadrat və qara üçbucaq. Ağ üçbucaq, kvadrat və qara üçbucaq. Bunların üçlü kombinasiya formasında baxsam, əgər görək üçbucağı qoparıb gətirək bura. Tam bu formada gəlir. Aha, bu ağ üçbucaq. Üstünü də qara üçbucağı bir dəfə belə fırlasaq, bu formada gəlib düşəcək. Tamamilə A variantındakı şəkildir. Yerdə qalan bu üçlü hissəndə olduğu kimi burada görə bilirik. Bu da həmin üçlüdür. Üçbucağı gətirdik. Üzərində digəri, daha doğrusu bu üçbucaq yox, bu üçbucağı köçürdük sağ tərəfə. Bu üçlü kombinasiyadan söhbət gedir. Həmin üçlü kombinasiya da bu buradakıdır. Yəni A variantı tamamilə yuxarıdakına uyğundur. B variantında problem nədir? Baxın, bunun qarşısını səhv verib. Qara üçbucağın qarşısı ağ kvadrat olmalıdır. Qarşısı səhvdir. C variantında yenidən 1-4-1-ə bərpa eləsək, qara dairə gəlir bura. Qara kvadrat da gəlir bura. İndi baxırıq ki, qara kvadrat və qara üçbucaq qarşı üzlər oldu. Axı bizdə elə deyil idi qarşı üzlər. Ona görə bu qarşı üzlərə görə səhvdir.
Daha sonra qara dairə ilə ağ dairəni qarşı üz verib. Biz də baxmışıq ki, yuxarıda qarşı üzlərimiz ancaq bunlardır. Burada qarşı üzlər yanlış verilib. Həmçinin də Y variantında qarşı üzlər tamamilə yanlış verilib. Yəni biz B, C, D, Y variantlarında qarşı üzlərə görə bütün variantları atırıq və nəticəsi A variantı qalmış olur ki, tamamilə düzgündür. Digər bütün 4 variant qarşı üzlərə görə çıxır. Daha sonra baxa bilərik, məsəl üçün 52-ci suala. 52-ci sualda kubun bizə yenə də 2-2-2 açılış forması verilib. Gəlin onu 1-4-1-ə bərpa edək. 1-4-1-ə bərpa edəndə bu yuxarıdakı üz gəldi aşağı. Təbii ki, bu gələndə qarası yuxarıdaydısa fırlanıb gələndə qarası düşəcək bu hissəyə. Qara fırlandı bu hissəyə gəldi. Növbətidə bu aşağıda olan qaranı yuxarıya fırlatmaq lazımdır. Onda onun qara hissəsi gəlib sol tərəfə düşəcək. Aha, sol tərəfə düşəndən sonra aşağıda olan hissələr artıq bizim üçün maraqlı deyil. 1-4-1 forması bərpa olundu. Onları buradan silə bilərik. Silək. Və variantlarda onların dayanma vəziyyətini təyin edərək. Görək üzlər bir-biri ilə hansı münasibətdədirlər. Keçək variantlarımızı yoxlamağa. İlk öncə nəyə fikir verək? Fikir verək ki, bu oxun bir hissəsi bu qara hissəyə baxır, biri də qara kvadrata baxır. Variantları da olmalıdır. Mən A variantında görürəm ki, oxun bir dənəsi ağ hissəyə baxır. Axı o qara hissəyə baxmalıydı. Ona görə A variantı yanlışdır. B variantına baxarıq. Doğru olan B-dir. C-dəki problem nədir? Oxun biri, axı bu üçbucağın qarasına baxmalıydı. Burada da gedib oxlar başqa fiqurlara baxır. Bunun oxu əslində bura doğru olmalıydı. Dayanma vəziyyəti. Bu iki fiqurun dayanma vəziyyəti, yəni iki üzün dayanma vəziyyəti fərqlidir. D variantında həmin üz yenə də baxırıq ki, bir dənə ox X-ə baxır, bir dənə də oxu o da bu üçbucağa baxır. Bu düzgün deyil, çünki bunun oxu nəyə baxırdı? Yuxarıda qeyd eləmişdik ki, bu ox biri kvadrata baxır, biri də bu iki yerə bölünmüş kvadrata. Bir hissəsi ağ, bir hissəsi qara olan kvadrata baxır. Ona görə D yanlışdır. Y variantında da həmçinin bu ox qara hissəyə baxmalıydı. Digəri isə baxmalıydı qara kvadrata. Ona görə Y variantı yanlışdır. Doğru cavab B variantı olur. B-də bu oxun həqiqətən də görürük ki, bir dənəsi oxu baxır qara kvadrata. Bəs digəri niyə bura baxmır? Gəlin onu fırladaq və baxış tərzini görək. Bu formada fırlanır. Sonra bir dəfə də fırladanda hansı vəziyyətə düşür? Gəlir bu vəziyyətə düşmüş olacaqdır. Daha doğrusu bir dəqiqə. Bunu buradan tutub fırlatmış olsaq, gəlib bu vəziyyətə alacaqdır. Və həqiqətən də bu oxun qara hissəsi hara baxdı? Daha doğrusu oxun bir hissəsi bunun qara hissəsinə baxdı. B variantı bu səbəbdən doğru olmuş oldu. Və həmçinin digərlərində də eyni prinsipdir. 1-4-1-ə tamamlayırıq, gətiririk X üzünü, buradan aşağı çəkirik, yuxarıdan isə silirik. Buradakı üçbucağı bura qaldırırıq. Təbii ki, qaldıranda da fırladıb qaldırmalıyıq. Onda üçbucağın təpə hissəsi bu ovala doğru baxacaq. Yerdə qalan hissələr bizim üçün maraqlı deyil, yəni fırlatdığımız hissələrdən söhbət gedir. Onları silə bilərik. Çünki fırladıb 1-4-1-ə bərpa eləyəndə onlar itir. Buradan da bir X-i silək. X-i sildik. Baxaq üzərin dayanma vəziyyətinə.
İndi burada qarşı olan üzlər üçbucaqla bu dörd tərəfli oxdur. Qarşı olan üzlərdir. Amma burada üçbucaqla oxu mən qonşu üz kimi görürəm. A variantı gedir. Daha sonra üçbucaqla bu görürük ki, qonşu deyil. Daha doğrusu qarşı deyil. Qonşudur. Ona görə də B variantı da gedir. Qarşı üzləri qonşu üz kimi verib. Həmçinin buradakı üçbucağı bura fırladıb vəziyyətinə baxa bilərik. Üçbucaq burada bu formada baxır. Oradan görürük ki, ağ üçbucaq ovalla, X də o biri ovalla, yəni ağ ovalla qarşı üzlərdir. Hələ ki, qarşı üzlərdə bir problem yoxdur. Burada C variantında. D variantında baxın, ağ ovalla qara ovalı qarşı üz kimi verib. Axı onlar bir-birinə yaxındır, eyni bir təpəyə birləşiblər. Onlar qonşu üzlü deyə də qarşı üz kimi verib. Digər tərəfdən, həmçinin Y variantında qarşı üzlər səhv verilib. Burada üçbucağın qarşısına X gətirib yazıb. Axı yuxarıda üçbucağın qarşısına biz bu formada ox dedik. Ucları da romb formasında olan ox demişdik. Bu səbəbdən də, yəni Y variantı da yanlış olmuş olur. Yerdə qalır C variantı, elə doğru cavab da oldu C. A-da, B-də, D-də və Y-də qarşı üzlər bir-biri ilə səhv verilib. Bu səbəbdən yanlış olur. 54-də. 54 tipli suallarda sualları necə işləmək lazımdır? Kubun 2 dənə bağlı forması verilib və bizdən növbəti bağlı forma tələb olunur, tapmaq tələb olunur. İndi siz kubun ilk öncə bir dənə bağlı formasından açıq formaya keçid yazırsınız. Məsəl üçün, hər iki hissədə ağ var. Onda həmin ağ hissəni gətirib mərkəzə yazırıq. Bu ağ hissənin sol tərəfində A hərfi yazılıb. Həmin A-nın üstünə də bir diagonal çəkilib. Diagonal da bu nöqtədədir. Daha sonra bu ağın altında kvadrat var. Gətirirəm ağın altına kvadrat yazıram. Qara kvadrat. Və ağ üzündə sağ tərəfində X üzü var. Burada gətirib X üzünü çəkirik. Deməli, üzlərin vəziyyətini bu formada qurduq. Yeri də bir üz çatışmır, o da hansısa bir üz olsun. Keçək variantlardan yoxlamağa. A, dairə və diagonal. Deməli, bu dairə olmayan bir üzdür də, hər halda buradadır. Gətirək onu bura və yaxud da ki, bu hissədə olsun. Fərqi yoxdur. A-la diagonalın dayanma vəziyyətinə baxaq bir dənə. Diagonal A-nın ayaq hissəsində birləşib bu variantda. Axı bizdə bu diagonal A-nın baş hissəsindən keçir. Burada ayaq hissəsindən keçir. Ona görə də A variantı yanlış olur. B variantında yoxlayıram. Görürəm ki, 2 dənə fərqli üz var. Axı artıq bizdə kubun 1, 2, 3, 4, 5 dənə üzü məlumdur. Bizə bir dənə üz lazımdır, yeni üz. Burada isə 2 dənə yeni üz var. Ona görə B variantı yanlışdır. X, qara kvadrat X və dairə. İndi tutaq ki, bu dairə buradadır. Olsun burada. Çəkdik bura. Bu qara üzü mən fırladıb gətirim. Onlar arasındakı münasibəti tapaq. Qara üzü fırlatdıq, gətirdik bura. Həm orientasiyanı yoxlayaq. Orientasiyanı yoxlayanda X-dən başlayıram. X gəlir, oval gəlir, kvadrat gəlir. Burada da X gəlib, oval gəlib, kvadrat gəlib. Heç bir problem yoxdur. X-in altında qara kvadrat olanda sağ tərəfində yeni bir üz, oval ola bilər. C variantı doğru olacaq. D-dəki problem nədir bəs? X-in üstündə diagonalın dayanma vəziyyəti. Həm də burada X ilə A-nı qonşu üz verib. Axı bizim şəklimizə görə X ilə A qarşı üzlərdir. Bu səbəbdən də D variantı gedir. A-dakı üzü yoxlayıram. A ilə X-i yenidən burada eyni bir görüntüdə verib. Axı onlar qarşı üzdür. Eyni görüntüdə ola bilməzlər. Bu səbəbdən Y variantı da gedir və cavab C variantı olmuş olur. 55 də həmçinin yenə də baxırsınız ki, hər iki kubda eyni olan üzləri mərkəzə yazırsınız. Açıq formanı özümüz üçün təsvir edirik. Ortaya yazırıq K hərfini. Daha sonra birinci şəkilə görə K-nın sağ tərəfində T var. K-nın üstündə isə A var. Gətirib A-nı da K-nın üstünə çəkirik. Amma A necə dayanıb K-nın üstündə?
Bu formada, əyri formada. Bu formada dayanıb. Altında K. Sağ tərəfində T. Növbəti deyir ki, K əyri dayananda altında R var. Və K-nın altında U dayanıb. Gətirək K-nın altında normal şəkildə U-nu təsvir eləyək. K-nın da kürək hissəsi R-in baş hissəsinə baxır. Onda R-i də biz belə təsvir etməli deyilik. K-nın kürək hissəsi R-in baş hissəsinə baxsın. Biz 5 dənə üzü təsvir elədik. O olmayan üz də buralarda bir yerdə ola bilər. İndi keçək variantlara. R və U-nun dayanma vəziyyətinə baxın. Və verilir ki, U-nun ağız hissəsi R-in sağ tərəfinə baxır. İndi biz R ilə U-nun münasibətini görmək üçün U-nu bir dəfə fırladaq. Buradan tutub fırladırıq. U hara baxacaq? Sağ tərəfə doğru baxacaq. R ilə U-nun dayanma vəziyyəti A variantında olduğu kimi deyil. Bizim şəklimizə görə R və U bir-biri ilə paralel olmalıdır. Yəni R-in bu çıxıntılı hissəsi U-nun qoluna baxmalıdır, sol qoluna. Burada isə U-nun içərisi R-ə baxır. Variantı belə getdi. Daha sonra U ilə K-nın dayanma vəziyyətinə baxıram ki, U-nun içərisi K-nın ayağına, aşağısına baxır. Amma bu deyir ki, U-nun içərisi K-nın içərisinə baxır. B variantı yanlışdır. K-nın aşağısında U gəlir, amma K-nın da T-nin dayanma vəziyyətinə bir dənə baxın. K-nın iç hissəsi varianta görə T-nin başına baxır. Amma bizə görə T-nin içərisi, yəni sol tərəfi K-nın iç hissəsinə baxır. Deməli, C-də yanlış olacaq. A və T-yə baxsaq əgər, sağ tərəfində də V var. A-nın altında T-ni görmək üçün A-nı bir dəfə fırladarıq. A-nın altında T-ni gördük. Sağ tərəfində də yeni bir üz. Olar, burada bir V üzü yazarıq. Heç bir problem yoxdur. D tamamilə doğrudur. Y variantındakı yanlış T ilə A-nın dayanma vəziyyətidir. Baxın, A-nın baş hissəsi T-nin baş hissəsinə baxır. A bizim şəklimizə görə A ilə T-nin vəziyyətinə baxın. A-nın aşağısı T-nin başına baxır. Bu səbəbdən Y variantı da yanlış olmuş olur. Və doğru cavab D çıxır. Digərlərində də həmçinin. Eyni zamanda 57-58 tipli suallarda da kubun bir dənə bağlı forması verilir və digər bağlı formanı tapmaq tələb olunur. Bunu da nə edirsiniz? Belə eləyə bilərsiniz. 3 dənə üzü özünüz üçün kənarda hansı formada verilibsə təsvir edin. Baxın, ən rahat işləməyin yolu odur çünki. 2 dənə üz çəkirik burada, birində yuxarıdan çəkək. Bu iki üzü, 2 nöqtə, orada olan üzlərin eyni qarşılıqlı münasibətini bura çəkirəm. A kvadrat, üstünə də belə bir 4 güşəl, 8 güşəl ulduz kimi, daha doğrusu 4 güşəl ulduz kimi bir fiqur var. Bu fiquru təsvir elədik. İndi nəyə nəzər yetirməliyik? Hansı variantlarda buna uyğun bir cavab var? Baxıram ki, 2-nin nöqtəsi bu 2 dənə fiqurun birləşməsinə daha yaxındır. Yəni, toxunan yerinə daha yaxındır. Burada da görürük ki, bu 2 fiqurun toxunan yerində 2-nin nöqtəsi var. A variantı tamamilə doğrudur. B-dəki problem nədir bəs? B-dəki problem odur ki, bu 2 nöqtə və burada kvadrat olanda, 2 nöqtə və kvadrat olanda həmin hissədə nə olasıydı? Fiqura nəzər yetirsək, kvadrat və 2-nin dayanma vəziyyəti düzgündürmü? Kvadratın bu hissəsində 2 nöqtə dayananda bu tərəfdə olmalıydı həmin bizim fiqur. Həmin fiqur dayanmalıydı. Ona görə də variant yanlış olur. Həm də ki, onun üzərində əgər sol tərəfində bir fiqurdan söhbət gedirsə, nöqtələr hansı tərəfdə dayanmalıydı? Bu tərəfdə. Verilənlərə görə nöqtə hal-hazırda orada dayanıb. Ancaq bizdə kvadratın üzərindəki nöqtələr hansı haldadır? Silindi.
Kvadratın üstündən sanki bu şəkli bir dənə fırladaq. Kvadratdır. Üstündə 2 nöqtələr bu formada dayanmayıb. Və sağ tərəfində də nə var? 4 güşəli bu ulduz. Kvadratın üst hissəsində 2 nöqtələrin dayanma vəziyyəti bu formada olmalıdır. Ancaq görürəm ki, burada sol hissədədir. Kvadratın üstündə sol hissədədir. Ona görə B variantı yanlış olur. Daha sonra o ikilər, 2-nin nöqtələri bu hissələrdə olmalıdır. Dedik axı, 2-nin nöqtələri hardadır? 2 dənə üzün birləşdiyi yerdədir. Burada isə ayrıdır, əks istiqamətdədir. Ona görə C yanlış olur. D variantında problem nədir? Yenə də 2-nin nöqtələri. 2-nin nöqtələri bu hissələrdə olmalıydı. D buna görə yanlışdır. Y-də isə ulduz və 2 nöqtənin dayanma vəziyyətinə baxsaq əgər, 2 nöqtə və ulduzun dayanma vəziyyətində ulduzun yaxın hissəsində olur. Bax, bu hissədə verilmiş olsaydı, tamamilə düzgün olmuş olardı. Çünki əgər ulduzun üzərində biz 2-ni görürüksə, həmin şəkli, yuxarıda və burada çəkdiyimiz şəkli fırlatsaq, ulduzun üzərindəki 2 nöqtələrin hansı vəziyyətdə olduğunu görmək istəyiriksə, şəkli bir dəfə belə 180 dərəcə aşırırıq. Burada güşələri olur, 4 güşəli ulduz. Bunun üzərində baxanda birinci sol tərəfdə, daha sonra sağ tərəfdə olmalıdır nöqtə. Solda, sonra isə sağda olmalıdır nöqtə. Burada necə verilib? Baxırıq ki, bu nöqtələrin biri sağda, biri də onun qarşısında verilib. Amma solda və onun qarşısında verilməli idi. Yəni, bu formada olsaydı düzgün olardı. Ona görə Y variantı yanlışdır. Elə doğru cavab A idi. A-da heç bir problem yoxdur. 2 nöqtələr həmin fiqurların birləşən yerindədir. Sonra kubların fərqli olan kubu tapın və bütün üzlərdəki təsvirlər deyir ki, müxtəlifdir. Fərqli olan kubu tapmaq lazımdır. 61-dən 63-ə qədər olan suallarda. Deməli, burada 4 dənə kub bir-biri ilə eynidir. Digər biri onlardan fərqlənir. Belə olan halda götürürük kubu özümüz üçün kənarda təsvir edirik. Açıq formada. Çünki ən rahat görünən forması məhz kubun açıq formasıdır. Görək hansını yarada bilərik. İndi burada baxıram nəyə? Əsas fikir verməli olduğum məqam 2-lər və 5-lərin dayanma vəziyyətidir. Bu 2 ilə 5 deməyək, bu oxlar daha doğrusu hansı vəziyyətdə dayanıb? Oxların üstündə sağ tərəfdədir nöqtələr. Onda sol tərəfdə də kvadrat var. Baxın, oxlar üstündə bu formada olanda nöqtə, sol tərəfində nə var? Qara kvadrat var. Bu elə A variantı, həmçinin B variantı eyni şəkil deyilmi? Digər tərəfdən orientasiyanı da tapmaq olar. Oxdur, kvadratdır, 2 nöqtədir. Oxdur, kvadratdır və 2 nöqtədir. Eyni zamanda 2 nöqtə onların birləşən hissəsində deyil. Baxaq, oxdur, kvadratdır, 2 nöqtədir. Amma burada nəyə fikir veririk? Fikir verməli olduğumuz odur ki, bu kvadratla ox İkisi birləşən hissədə A və B variantı dedik zaten eynidir. Kvadratla bu oxun birləşdiyi hissələrdə nöqtələr var. Nöqtələr yoxdur. Nöqtələr əks tərəflərdədir. Burada isə nöqtələri gətirib onlar birləşən yerə yazıb. Əslində həmin nöqtələr orada yox, bu hissələrdə olmalıydılar. Bu səbəbdən C variantı fərqli olmuş olur. Digərlərində bir problem yoxdur. Zaten A və B eynidirsə, D də onlara ziddirsə, fərqli olan D variantı olmuş olur. Keçirik 67-yə. Kubun açılış vəziyyəti verilib. Kubun üçünü şəkildəki kimi yan-yana qoysaq, alınan fiqurun üst üzündə ən çoxu neçə nöqtə ola bilər? Deməli, kubun açıq forması verilib. Burada bizə qarşı üzlər məlumdur.
İlk öncə bilməli olduğumuz məqam odur ki, bütün testləri işləyəndə də zaten onu nəzərə alırdıq ki, qarşı üzləri biz bir təpəyə birləşən formada görə bilmərik. Yəni bu nöqtədə bir təpəyə birləşdiyinə görə mən gətirib 4-ün üstünə 4-ün qarşı üzü olan 3-ü yaza bilmirəm. 4 ilə 3 qarşıdır, sonra 5 ilə 2 qarşıdır, 1 ilə də 6 qarşıdır. Söhbət ən çox neçə dənə nöqtə yazıla bilər. Bundan gedirsə biz 4-ün üstünə ən çox neçə nöqtə yaza bilərik? Təbii ki, 6 nöqtə yaza bilərik. Çünki 4-ü fırladıb bura gətirəndə 4 zaten simmetrik bir üz olduğuna görə olduğu kimi gələcək. 4-ün üstündə biz 6-nı görə bilirik. Bəs 2-nin üstündə biz ən çox hansını yaza bilərik? Burada bir məqam var ki, 2-nin dayanma vəziyyəti önəmlidir. 2 simmetrik bir fiqur olmadığına görə, simmetrik bir üz olmadığına görə 2-nin üzərində 2 həmin bu vəziyyətdə olanda 2-nin üzərində dayana biləcək üzlər biri 3-dür, biri də ki 4-dür. Hansı ki o da gələr, burada bu formada dayanar. 2-nin üzərində 4 və 3 dayana bilər. Maksimal da dediyinə görə 2-nin üzərində dayana biləcəyi maksimal üzü 3 götürürük. 3 yox, 4 götürürük. Daha doğrusu 4. 1-in üzərində yaza biləcəyimiz maksimal ədəd bəs hansıdır? 1-in üzərinə 6-nı yaza bilmirəm, çünki 1 ilə 6 qarşı üzdür. 1-in də üzərinə 5 yaza bilərəm, elə buradan da aydın görünür ki, 1-in üzərində də 5 var. Deməli, həmin formada verilən üzlərin üzərinə yaza biləcəyim maksimal nöqtə sayı 6 plus 4 plus 5'dir. Yəni bunların cəmi olur 15. Cavab 15 olur. 68-də də digər bir vəziyyət yenə də bizdən tələb olunur. Sadəcə bu dəfə ən azı neçə dənə nöqtə ola bilər? Bunu soruşur. Yenə də eyni qaydadır. 4 ilə 3 qarşı üzdür, 5 ilə 2, 1 ilə də 6 qarşı üzlərdir. 4-ün üzərinə yaza biləcəyim ən kiçik ədəd hansıdır? Təbii ki 1'dir. Çünki 4'ü bura gətirəndə onun üzərində 1 olur. 2-nin üzərinə yaza biləcəyim ən kiçik ədəd hansıdır? Bəs 2-nin üzərinə yaza biləcəyim ən kiçik yenə də 2 hansı vəziyyətdə dayanıb? Bu formada dayanıb. 2 bu formada dayananda onun üzərinə yaza biləcəyim minimal 3'dür. Maksimum da nədir? 4'dür. Minimalı soruşur deyə bura 3 yazıram. 1'in üzərinə yaza biləcəyim ən kiçik ədəd hansıdır bəs? Təbii ki 1'in üzərinə gətirib 2 yaza bilərəm. Burada olacaq 2. Onda üst üzdəki ən az nöqtə sayı olur 1 plus 3 plus 2, yəni 6 D variantı. İndi növbəti bu suallara keçirik. Fiqur bir-birinə bərabər olan 48 kiçik kubdan düzəlib. Bu kubda yalnız bir üzü rənglənən, 3 üzü rənglənən, 2 üzü rənglənən və heç bir üzü rənglənməyən kubların sayını təyin edə bilərik. Məsəl üçün, 3 üzü rənglənən kublar deyəndə bunun elə bir bütün ətrafını biz boyuyuruq. Arxa üzləri də təbii ki, arxası, altı, bütün üzləri. 6 üzünün hər biri boyanır. Və burada 3 üzü də boyanmış üzlərin sayı hansı olacaq? Təbii ki, 3 üzü boyanan bu kənardakı, yəni təpə hissədə olanlar olacaq. Onların sayı da bu kubun təpələri qədərdir. Yəni 1, 2, 3, 4. 4 dənəsi də aşağıda. 3'ü burada, biri də arxada. 8 dənə kubun 3 dənə üzü rənglənəcək. 3 üzü. Daha sonra 2 üzü rənglənənlər hansılar olacaq bəs? 2 üzü rənglənən bunlardır. Baxıram ortada, orta hissədə olanlar. Bunun bu üzü rənglənib. Həmçinin bu. Digər tərəfdən budur. Bir bizə baxan üz, bir də arxası. Bizə baxan və arxa üz. Sonra aşağıda bu görünür 2 üzü. Bunun 2 üzü rənglənir. Həmçinin də bunların 2 üzü rənglənir. Kənar oxları bir növ. Kənar oxları qeyd edirik və hər birinin sayını tapırıq. 6 dənəsi yuxarıdadır. Eyni zamanda 6 dənəsi də aşağıdadır. Üzərinə də gəlirəm. İkisi öndə, ikisi bu bir tərəfdə. Yəni 4 dənəsi öndə, 4 dənəsi də arxa tərəfdə. 8 dənə. Və bunların da sayı olur 20. Belə çıxır ki, 20 dənə kubun 2 dənə üzü rənglənib. 20 kubun 2 dənə üzü rənglənib. Sonra keçirik bir dənə üzü rənglənənlərə. Bir üzü rənglənən kublar isə hansılar olacaq? Bu ortadakılar. İkisi burada 1, 2, 3, 4.
İndi baxıram, x-i yuxarıdadırsa, x-i də aşağıda olacaq, yəni 4. X-i öndədirsə, 2 dənəsi də bunun arxasında olacaq, yəni 4. 4 dənəsi sağ hissədədirsə, 4 dənəsi də sol üzdə olacaq, o da 8 eləyir. Cəmdə nə olacaq? 16. Onda belə çıxır ki, 16 dənə də kubun bir dənə üzü rənglənib. Bəs heç bir üzü rənglənməyənləri necə tapırıq? Heç bir üzü rənglənməyənlərin sayını ümumi saydan çıxa bilərik bunların cəmini, 8, 20 və 16-nın cəmini. Və yaxud da ki, onu tapmağın da bir yolu var. Nə edirəm? Ortada olan hissələrdən ikisi buradadır. Digər tərəfdən də 2 dənəsi də buradadır. 2-ni götürüb vururuq 2-yə. Niyə? Çünki bunun üst hissəsində rəngli olmayan hissə yoxdur. Həmçinin alt hissəsində də rəngli olmayan hissə yoxdur. Hamısı rənglənib. Bunun hər biri üst-üzə rənglənib. Rəngsiz olanlar hansılardır? Ancaq içəridə qalanlar. O içəridə qalanların da bu kənarları rənglənib. Bu kənarların hər biri rənglənib. Həmçinin bu hissələrdə. Ortada qalan hissə hansıdır? Aşağı təbəqəni də rənglədik. Belə deyək ki, yuxarı təbəqəni də rənglədik. Aşağı təbəqə, yuxarı təbəqə rəngləndi. Bunun bu hissələri də rənglənir. Çöl hissələri. Onda ortada qalan 1, 2, 3, 4 dənə hissə nə olmuş olur? 4 dənə hissə ağ qalmış olacaqdır. Və yaxud da ki, buradakı 2-ni vurarsınız buradakı 2-yə, cavabı 4 olaraq almış olarsınız. Deməli, 4 dənə də üz ümumiyyətlə rənglənməmiş olacaq. Bu sual üçün baxanda deyir, neçə kubun yalnız bir dənə üzü rənglənib. 16 dənə kubun bir dənə üzü rənglənib. Keçək növbətiyə. Burada yenə də 48 kiçik kubdur. Yalnız 2 dənə üzü rənglənmiş olsun. 2 üzü rənglənənlər demişdik ki, bu kənarda olanlardır. 6-sı öndə, 6-sı arxada 12. Sonra yanda olan 1, 2, 3, 4, 5, 6. 1, 2, 3. 6-sı yuxarıda, 6-sı aşağıda 12. 8 dənəsi də ortada. 12 plus 8, 20 dənə. Deməli, 20 dənəsinin yalnız 2 dənə üzü rənglənəcək. Burada da yalnız 3 üzü deyirsə, təpədə olanlara baxmaq lazımdır. Aşağı, 4 aşağı, 4 yuxarı, 8 dənə təpə. Bu biraz standart olmayan figurdur. İndi burada yalnız 3 üzü rənglənənlər soruşulur bizdən. Yalnız 3 üzü rənglənən hansıdır? 1, 2, 4 dənə aşağıdakılardır. 3, biri də o tərəfdə 4. Üzərinə gəlirəm, bu təpədəki 5, bu oldu 6. Sonra baxıram, bunun artıq 4 dənə üzü rənglənib. Bu bizə lazım deyil. Bunun 2 dənə üzü rənglənib. Bu da lazım deyil. Buna baxaq, bunun 3 üzü rənglənib. Birinci olanları təsvir edək, sonra sayarıq. Sonra bunun 4 üzüdür. Burada 3 üzüdür. Həmçinin bunun 3 üzüdür. Bunun da 3 üzüdür. Digər tərəfdən hansının? Bu kubunda 3 dənə üzüdür. Həmçinin bunun. Çünki bir içərisi, bir üstü, bir də ki, çölə baxan tərəfi rənglənmiş oldu. İndi baxaq, başqa qaldı mı 3 üzü rənglənən? Başqa qalmadı. 4 dənə aşağıdadır. 4 dənəsi aşağıda. 1, 2, 3, bir də aşağıda 4. Bu 5, 6, 7. 8 budur, 9 budur, 10, 11, 12 dənə. 12 dənə kubun 3 dənə üzü rənglənmiş oldu. Doğru cavab C olacaq. 210 dənə kubdur. Rəngləyəndə neçə kiçik kubun yalnız bir üzü rənglənəcək? Bir üzü rənglənənlər qeyd eləmişdik ki, ortada olanlardır. Kənarlardan təcrid olanları çıxaq, ortalara baxaq əsas. Buradakiləri tapdıq. Sonra bu hissədə kənar hissələri saxlayıb bütün ortaları rəngləyirik. Burada da həmçinin. İndi nəzər yetirək nəyə?
Burada olan 3, 3-ün 5-ə 15-dir də. Bu 15-i bu tərəfdədir, 15-i onun qarşı üzündədir. 30 buradan. 3-ün 4-ə, 12 yuxarıda, 12 aşağıda. 24 də buradan. 4-ün 5-ə. 20 bu tərəfdə, 20 də onun arxasında. Yəni 40 da buradan. 30, 24 və 40 cəmi 94 dənə kubun yalnız bir dənə üzü rənglənmiş olacaq. 2 üzü rənglənmiş deyəndə də yenə eyni prinsiplə bu kənar hissələri götürmək lazımdır. Kənar hissələr. Ortada qalan kənar hissələrdən söhbət gedir təbii ki. Sonra buralar. Nəyə baxıram? Üstdə nə qədərdir? 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 yuxarıda, 14 aşağıda. Sonra kənarlarda olan 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə də o biri tərəfdə 20. 20 plus 28, 48. Deməli, 48 dənə kubun hər iki üzü rənglənmiş olacaq. Cavab A variantı olur. Keçək 76 tipli suallara. Heç bir üzü deyəndə də yenə ortada qalan hissələri götürməliyik. Keçək 76-cı suala. 76 tipli suallarda iki cür baxmaq lazımdır bunlara. Birincisi, üst hissəsi bu qara olanda, üst hissəsi qara formada olanda, sanki bu da kub kimidir, bükülməsi nəzərdə saxlanılır. Əgər üst hissəsi qaradırsa, bunlar olduğu ardıcıllıqla yığılacaq. Amma üst hissəsi ağdırsa, sanki bunu götürmüşəm, bir dənə 180 dərəcə fırlatmışam. O formada baxmaq lazımdır. Üstü qara olanda dedik ki, olduğu ardıcıllıqla olur. Yəni x-lər gəlir, bu düz xəttlər gəlir. Düz xəttdən sonra nə olmalı idi? Oval gəlməli idi. Burada isə nə gəlir? Dairə gəlir. Düz xəttdən sonra oval gəlməli idi deyə A variantı yanlış olur. B variantında deməli, diaqonal gəlib, düz xətt, sonra oval. Mən bu diaqonalı kubda etdiyim kimi buradan qoparıb, gətirib bunun yanına ata bilərəm, olduğu kimi. Diaqonal bu formada baxır. İndi B variantındakı diaqonal o formada deyil axı. Diaqonal soldan sağa gəlib, burada isə diaqonal sağdan sola gedib. B variantı yanlışdır. Üstü qara olan Y variantına da baxaq. Oval gəlir, sonra isə bu birisi xəttlər gəlir. Xeyr, xəttlər gəlir, sonra oval gəlir. Ona görə bu variant yanlış olmuş oldu. Yəni Y variantı da getdi. Qaldı elimizdə C və C variantları. C və C variantlarının üstü ağdı deyə bu üzlərin bir-biri ilə ardıcıllığı soldan sağa doğru olmuş olacaq, sağdan sola yox. İndi baxaq C-də birinci xətt gəlir, daha sonra oval gəlir. Əslində üst hissəsi ağ olanda baxırıq ki, əslində üst hissəsi qara olanda düz xəttlər, yəni bu formada uzun xəttlər, daha sonra qara, daha sonra nöqtə-nöqtələr gəlməli idi. Amma burada üst hissəsi ağ olanda həmin formada gəlib. Yəni üst hissə qara olsaydı bu düzgün olardı. Üst hissəsi ağdır deyə ardıcıllıq tərsindən olmalıdır. C variantı getdi. Qalır yerdə D variantı. Həqiqətən də D variantına baxmış olsaq, görərik ki, birinci oval üz gəlir, geri qaydıraq, sonra uzun şaquli xəttlər gəlir, sonra da nə gəlir? Diaqonal gəlir və diaqonalın da forması tamamilə orada olduğu formada çəkilib. Üst üz olduğu kimi olanda üzlər tam verildiyi ardıcıllıqla qeyd olunur. Üzün aşağıda olan üz yuxarı qalxıbsa, onda ortada olan sətr formasında altılı fiqurlar tərsinə formada düzülür. Bunu nəzərdən keçirib həmin formada yanaşmaq lazımdır bu tip suallarda. 77-yə baxırıq. Burada 6 üzlü bir fiqur verilib. Fiqurun üst üzündə rəqəmlər, ortada olan 6 dənə üzdə isə simvollar qeyd olunur, fiqurlar qeyd olunur. Və hər bir üzün, belə deyək də, rəqəm yazılan üzün aşağısında bir fiqur dayanır. İndi onları təyin etmək lazımdır. Bizə bir bağlı vəziyyət verilib. X-in və Y-in yerinə düşəcək fiqurları tapmaq tələb olunur. Hansı ki, o X və Y üzləri bir tərəfə 3, birində isə 6 üz yazılan, yəni üst üzündə 3 və 6 yazılan üzün aşağısında olan üzlərdədirlər.
İndi yuxarıda əgər bunu təsvir etməyə çalışsaq, 4 bu küncdədir, aydındır ki, 3 bu küncdədir. Sonra 2 burada, 1 bu küncdə, 5 burada zaten verilib, 6 buradadır, 1 isə bu hissədədir. Yəni biri bunu bükəndə, bağlayanda içə doğru təbii ki, bir-birinə gəlib bu bir üzləri üst-üstə düşür, yan-yana düşür daha doğrusu. 5 bucaqlı və romb bir-birinin yanında olur. Buna əsasən indi üzləri biz buradan nömrələyək. Üzləri nömrələsək, 3 buradan, 2, 1, 5 və 4. Bizə vacib olan x-dir. Yəni 3 və 2 üzləri arasında olan fiqurdur. Qara dairə. Eyni zamanda 1 və 6 üzlər arasında qalandır. Və təbii ki, qara 5 bucaq olacaqdır. Ona görə də x və y-in yerinə düşəcək fiqurlar dairə və 5 bucaq olur. Bu da onun eynisi. 79'da hər birinin düzgün bağlanış formasını bizdən soruşur. Aydındır ki, bunların üst üzləri dəyişmir. Hər birində eynidir. Onda yuxarıdakı ardıcıllıq nə cürdürsə, həmin fiqur bağlananda da üzlərin ardıcıllığı eyni şəkildə olmalıdır. Məsələn, A-da görürəm B, C, D. B, C, D-ni hansı üzdə yan-yana görə bilirik biz? Baxın burada. B, C, D-ni yan-yana görürük. Ona görə 1-ə gələcək A. İkinci B şəklinə baxıram. C, D, B. Baxaq görək, o C, D, B hardadır? İkinci şəkildə mən C, D, B-ni arda-arda görürəm. Ona görə 2-yə B uyğun olacaqdır. Sonra F, A, B. Görək F, A, B-ni harda görə bilirik biz? F buradadır. Birinci şəklə bir dənə baxın. Buradakı F-i qoparıb, gətirib bunun yanına yazsam, nə olacaq? F, A, B üzləri yan-yana düşmüş olacaq. Onda C-də birinci şəklə uyğun olur. D-də D, A, C lazımdır bizə. Görürük ki, D, A, C üçüncüdədir. Onda D üçüncüyə uyğun gələcək. Və nəhayət Y-yə baxırıq. Y, F, B. Əgər buradakı Y-ni qoparıb əvvələ gətirsək, təbii ki, olduğu kimi. Çünki bu üzləri biz bağlayanda gəlir F ilə Y yan-yana düşür. Bir-birinin bitişən nöqtəsində olur. Y, F, B ardıcıllığını buradan görə bilirik. Ona görə Y də üçüncü şəklə uyğun olmuş olacaq. 1-ə AC, 2-yə B, 3-ə də D, Y uyğun olacaq. D variantı tamamilə doğrudur. 80-ci sualda üzləri bağlayanda M üzü gəlib bura düşəcək. Daha sonra N üzü burada olur. K üzü də bu tərəfdə düşmüş olur. Təbii ki, bağlayanda bunlar 4 üzə yığılacaq. İndi baxaq. Bu iki üzün birləşməsində olan üz hansıdır? Təbii ki, N-dir. Ağ tərəfə baxan, yəni bu ağ fiqurun olduğu hissədə olan üz M üzüdür. Bunun qarşısı L-dir, daha doğrusu N'in qarşısı L-dir, M-in də qarşısı K-dır. Bunu da yazdıq bura. Bizdən T-nin yerinə düşəcək hərfi, X və Y-in yerinə düşəcək balaca hərfləri soruşur. T-nin yerinə düşür M. Çünki görürük ki, T hardadır? Bunun ağ hissəsindədir. Yəni, ağ şəkil olan hissədə. Balaca ağ dairələr olan hissədə yazılıb M. Buraya yazıram M. M-in altındakı nədir bəs? C-dir. C-nin yanındakı N-dir. N-in altındakı isə D-dir. Onda X-in yerinə C uyğun olur. Y-in yerinə D uyğun olur. T hərfinin də yerinə M uyğun olur. Nə görə də cavab D olacaq. Bunlara da eynidir, eyni formada baxırıq. Keçək 83-ə. Tetraedrlə bağlı bir sualdır. Tetraedrin düzgün açılışı deyəndə, düzgün açılış tetraedr ümumiyyətlə nədir? Birinci ona nəzər yetirək. 4 üzünün hər biri bərabər üçbucaqlardan, yəni bərabər tərəfli üçbucaqlardan təşkil olunmuş bir fəza fiqurudur tetraedr. 4 dənə üzü var və üzlərinin hər biri üçbucaqlar formasındadır. İndi birinci tetraedrdə onları tetraedrin bağlı formasını təsəvvür etmək üçün biz burada orientasiya anlayışından yenə də istifadə edəcəyik. Hansısa bir üzü gətiririk mərkəzə qoyuruq.
və digər üzləri onun ətrafına toplayırıq. Ətrafına toplayandan sonra saat əqrəbi istiqamətində orientasiyanı yoxlayırıq ki, hansı üzdən sonra, məsəl üçün oturacaqda dairə olanda üzlər hansı ardıcıllıqla düzülür? Çünki bu belədir. Yəni tetraedirdə. Bu formadadır. Oturacaq təbii ki burada. Yanda da bir üz, yandakı üz 2 və bizə baxan bu üzdə 3 dənə də üz olmuş olur. Birini oturacağına gətirəndən sonra həmin üzlərin ardıcıllığını saat əqrəbi qaydası təyin etməklə tapa bilirik. Məsələn, baxırıq ki, 6 dənə bizə verib tetraedir və onların hansıların eyni olduğunu tapmaq tələb olunur. Əksəriyyətində mən 2 dənəsində ulduzu mərkəzdə görürəm. Gəlin ilk öncə elə ulduzlardan başlayaq. Digərlərində də ulduzu mərkəzə gətirməyə çalışaq. Ulduzu mərkəzə qoyanda üzlərin ardıcıllığı hansı formada olur? Dairə, üçbucaq və ürək. Ulduz mərkəzdə olanda dairə, üçbucaq və ürək oldu. Deməli, bunun quruluşunu bildik. Sonra burada ulduz mərkəzdədir. Dairədən yenə başlayıram. Dairə, ürək və üçbucaq. Aha, burada görürəm ki, artıq orientasiya 2-dəki kimi deyil. Onda belə çıxır ki, 2-ci də fərqli fiqurdur. 5-ci də fərqli fiqurdur. Bunlar 2 ilə 5 əgər variantda 1 yazıblarsa, bu tamamilə yanlışdır məsəl üçün. 2 ilə 5 ümumiyyətlə eyni tetraeder deyirlər. 5-də isə orientasiya necə oldu? Dairə, ürək və üçbucaq oldu. Gələk 1 üçün yoxlayaq. 1 üçün yoxlayanda mən bunu istəyirəm ki, mərkəzdə qalsın. Mərkəzdə qalsın deyəndə ki, onda onun yanlarına digər fiqurları gətirirəm. Məsəl üçün, bu ürək zaten buna bitişik qalıb. Elə deyil. Mən bu üçbucağı fırladıb gətirirəm, yapışdırıram bax bura. Üçbucaq neymiş? Yəni içərisində dairə olan. Fırlatdım, gətirdim bura. İçərisində üçbucaq olanda fırladıram, gətirirəm, baxın bu üzə. Üçbucaq da gəldi bura. İndi bir dənə baxaq orientasiyaya. Ulduz mərkəzdədir. Üçbucaqdan dairədən başlayıram. Dairə, ürək və üçbucaq. Dairə, ürək və üçbucaq. Deməli, bu hansı ilə uyğun oldu? 5-ci ilə. Çünki biz 5-cidə də dairə, ürək və üçbucaq ardıcıllığını demişdik. 5 ilə 1 hələ ki eynidir. 1 və 5 eynidir. Sonra keçirəm 3-cüdə. 3-cüdə ulduzu mərkəzə gətirmək istəyirik yenə də. Bunu mərkəzdə saxlayırıq. Buna bitişən bir üz üçbucaqdır. Ürəyi gətirib bitişdirirəm bura. Gəlsin məsəl üçün bura. Bu tərəfə də gətirirəm, nəyi birləşdirirəm? Dairəni fırladıb birləşdirirəm bura. İndi orientasiyanı yoxlayaq. Orientasiya ulduz ortadadır. Artıq biz nə aldıq? Tetraedir, baxın bu formada almışıq. Başlayıram dairə olan üzdən. Dairə, üçbucaq və ürək. Orientasiyaya görə dairə gəlir, üçbucaq gəlir, sonra da ürək gəlir. Bu hansı ilə uyğun oldu? Təbii ki, 2-ci ilə dairə, üçbucaq, ürək. 2 ilə 3 eynidir. 4-ə baxıram. 2 ilə 3 hələ ki eynidir, 1 ilə də 5. Aha, burada 1-in yanına heç 5 yazmayıblar. Sonra burada ya A-dır ya da ki, daha doğrusu 1 olan yerdə də 5 olmalıydı. Ona görə A olmur. Elə əslində cavabı çıxmaqla, əlimizdə olanlarla cavabı çıxaraq E variantını tapa bilirik. Yenə də baxacağıq bütün fiqurların vəziyyətinə. Ulduzu mərkəzdə saxlayandan sonra bu dairə birləşib ona. Üçbucağı fırladıb gətiririk bu aşağıya. Ulduzu ortaya qoymağa çalışırıq ona görə. Bunu da fırladaq, ürəyi fırladıb gətirək bura. Gəlin orientasiyanı yoxlayaq. Artıq bu üçbucağı aldıq. Ortasında da 3 dənə üçbucaq hazırdır. Başlayıram dairədən.
Dairə gəlir, ürək gəlir, üçbucaq gəlir. Dairə, ürək, üçbucaq hansına uyğundur? Təbii ki, 1-5 yazdığımız yerə ikinci halı 1, 5, 4 də çıxdı. Sonra 5-i yoxlamışdıq zaten, keçirik 6-nı yoxlamağa. 6-da yenidən gətiririk ətrafına ulduzun. Ulduzu mərkəzdə saxladıq. Yanında üçbucaq zaten var. Ürəyi buradan qopardıram, gətirirəm bura. Ürəyi qopardıq, gətirdik bura. Daha sonra buradakı dairəni də qopardıb, gətirirəm bura. İndi gəlin üzlərin orientasiyasını yoxlayaq. Ulduz mərkəzdədir. Aha, başlayıram dairədən. Dairə, ürək və üçbucaq. Dairə, ürək, üçbucaq. Bu da hansına uyğundur? 1-5 yazdığımız yerə. Onu tapdıq ki, 1, 4, 5 və 6 eyni bir tetraedrin düzgün bağlanma, açılma formasıdır, açılış formasıdır. Ona görə də cavab Y variantı olmuş olacaq.